Salam, xoş gördük kanalımın hörmətli izləyiciləri. Deməli, bu videoda mən sizə maraqlı bir test nümunəsini izah edəcəm. Azərbaycan dili ilə bağlı sualdır və nəzərinizə çatdırım ki, bu Dövlət İmtahan Mərkəzinin qəbul imtahanında istifadə etdiyi bir sual tipidir. Sual həm şagirdlər üçün, həm ibtidai sinif müəllimləri üçün, həm Azərbaycan dili müəllimləri üçün maraqlı bir sualdır. Başlayaq sualın izahına. Baxın, sualda deyir ki, bizə hansı cümlələrin tərkibində qrammatik mənası müxtəlif cür düşünülə bilən söz var və durulu işarələrdə buraxılıbdır. Diqqətinizə çatdırım ki, sözün qrammatik mənası dedikdə onun hansı nitq hissəsi olduğu nəzərdə tutulur. Baxın, birinci cümləni oxuyuram. Nə maraqlıdır. Burada bir nöqtə işarəsi qoysam, cümlədəki nə sözünü qüvvətlendirici ədat kimi düşünmək olar. Nə maraqlıdır və yaxud nə maraqlıdır, belə deyə bilərik. Ancaq bu nöqtənin yerinə sual işarəsi qoysaq, onda nə sual əvəzli olacaq? Nə maraqlıdır? Yəni nə bizim üçün maraqlıdır? Soruşur, sual verir. Ona görə cavabımızın biri olacaq. 1. 2-yə baxaq. Nə yaxşı insandır. Burada bir nöqtə işarəsi qoyuruq. Deyirik, nə yaxşı insandır. Burada nə qüvvətlendirici ədatdır. İnsan olduğuna görə biz bura sual qoyub deyə bilmərik ki, nə yaxşı insandır. Yəni insana kim yaxşı insandır deyə bilərik də. Ona görə burada sual qoymaq olmaz heç. Elə nöqtə qoyuruq və deyirik nə yaxşı insandır. Buradakı nə sözü yalnız ədat kimi düşünülür. Ona görə biz ikini götürə bilmərik. Gəldik üçüncü cümləyə. Ancaq sən bu suala cavab vermədin. Burada bir nöqtə işarəsi qoyuruq və intonasiyamızla ancaq sözünə diqqət edirik. Burada iki cür düşünmək olar. Ancaq sən bu suala cavab vermədin. Yəni məhdudlaşdırıcı ədat kimi düşünmək olar və o ancaq sözünü cümlədə yalnız ədatı ilə əvəz etmək olar. Və qarşılaşdırma bağlayıcı kimi də düşünmək olar. Bilər. Tutaq ki, ancaq mən sual verdim, deyək ki, bu cümlənin əvvəli var. Ancaq sən bu suala cavab vermədin. Bağlayıcı kimi də ədat kimi də düşünmək olar. Ona görə də bizə lazım olan sözlərdən biri də bu 3-dədir, 3-cü cümlədədir. Və keçirik 4-ə. Elə oturmuşdu ki, narahat olmağa başladıq. Bura bir nöqtə işarəsi qoyuruq, burada bir vergül qoyuruq və deyirik, elə oturmuşdu ki, yəni işarə əvəzliyi kimi. Necə oturmuşdu? Narahat olmağa başladıq. Yəni onun oturuş tərzi bizi narahat elədi. Və yaxud elə oturmuşdu ki, yəni yenicə indicə mənası, elə oturmuşdu ki, dəqiqləşdirici ədat kimi narahat olmağa başladıq. Deməli burada elə sözünü biz həm ədat kimi, həm əvəzli kimi düşünə bilərik. Yəni bizə lazım olan cümlə həm də 4-dədir. Keçirik 5-ə. Bizdən sonra danışar. Bura bir nöqtə işarəsi qoyuruq. Deyirik ki, bizdən sonra danışar. Nə zaman danışar? Bizdən sonra ikisi birgə. Bax, nə zaman sualına cavab verir. Burada sonra bizdən əvəzliyinə çıxışlı qaldı olan əvəzliyə qoşulmuş zaman qoşması kimi düşünmək ola bilər. Ola bilər. Yəni bizdən sonra danışar. Bir də bizdən sonra danışar. Sonranı müstəqil zaman zərfi kimi düşünmək olar. Məsələn, bir var biz danışırıq, o bizdən sonra danışır, burada sonra qoşmadı. Bir də danışır, amma danışanda bizim haqqımızda danışmır da, bizim haqqımızda sonra danışacaq. Sonra sözü zərf olanda bunu cümlənin əvvəlinə də gətirib qoya bilərik. Sonra bizdən danışar və bizdən sonra danışar. Aydın, amma biz danışdıqdan sonra danışırsa, bizdən sonra danışar, artıq burada zaman qoşması kimi düşünmək olar. Ona görə bizə lazım olan cümlənin biri də 5-dir. 6-cı cümləyə baxaq. Bu hadisə yaydan əvvəl baş vermişdi. Burada bir nöqtə işarəsi qoyuruq. Burada nə etsək də əvvəl sözü zaman qoşmasıdır. Bu hadisə yaydan əvvəl baş vermişdi. Məsələn, əvvəl cümlənin əvvəlinə keçirək. Əvvəl bu hadisə yaydan baş vermişdi. Belə demək mümkün deyil. Nə etsək də burada əvvəl sözü zaman qoşması kimi işlənir. Bu hadisə yaydan əvvəl baş vermişdi. Nə zaman baş vermişdi? Əvvəl, yəni yaydan ayrı demək olmaz. Nə zaman baş vermişdi? Yaydan əvvəl. Aydınmı? Bunlar birdirlər. Ona görə altını götürmək olmaz. Beləcə bəli, bizim bu testimizin doğru cavabı eləyəcək 1, 3, 4 və 5. Bu qədər, sağ olun.